Day deyil, dayıdır, dayı. Dayıdır, dayı deyil, dayı sözü var. Ve de görür. Bunu da görür. Dostu var. Dostu. İsa deyəcək, ismi bilməsin. Bizdədir. Mənsubiyyət şəkildə söz var. Ne mi? Dostu. Hə. Dostu mənim. Necə tapırsan mənsubiyyət? Öz dostu mənim. Aysa onun dostu, öz dostu. Nə olacaq bu? Mənsubiyyətdir də, onun dostu, öz dostu. Hə. Heç mənim dostu. Və yaxud da ki. Ne görüm sən? Yazıram məsəl üçün. Qonşuları toya getdi. Məsəl üçün, hə. Mənsubiyyət şəkildə söz var. Necə tapırsan, nə bilirsən? Onların qonşuları. Neçənci şəxsləri odur? Neçənci şəxsləri bu? Üçüncü şəxslər. Üçüncü şəxsin təkilə cəmində? Cəmində. Aydındır. Demək, üçüncü şəxsin nədir? Mənsubiyyət şəkildə qəbul eləmişdir. Aydındır. Otur İsa. Evet. Bu qədər məsələn. Sonra, başa düşdünüzmü? Mənə ki, burada çətin bir şey yoxdur. Evet. Daha sonra, indi keçəcəyik ismin hallarına. İsmin halları biraz qarışıqdır. Qarışıq deyil, çətin deyil. O birisi mövzuya baxanda çətin. Mən öncə sizin çətində niyə siz uzadırsınız? Çətindir, ya. Baxın, mənsubiyyəti birlik, indi ismin hallarını keçəcəyik. İsmin hallarını keçəndə, burada mənsubiyyəti daha yaxşı başa düşəcəksiniz. Ümumiyyətlə, ismin 6 dənə halı var. Adlıq, yerlik, yönlük, şərsiz, yerlik, çıxışlıq. Birinci başlayacaq uşaqlar, adlıq haldan. Adlıq haldan birinci, heç bir şəkilçisi yoxdur. Və kim, nə, hara suallarına cavab verir. Bilin ki, adlıq halın heç bir şəkilçisi olmasa da, amma cəm şəkilçisi hansıydı? Var bilər. Mənsubiyyət və xəbərlikdir şəkilçisini qəbul eləyir. Bu nə deməkdir? Məsəl üçün, yazılan məsələ deyirəm ki, kitab maraqlıdır. Sual verir birinci, maraqlıdır. Maraqlıdır, nə? Kitab. Nə suala cavab verdi mi? Nə hansı halda da? Adlıq hal. Və yaxud da gələcəm, asandan başlayacaq. Əli gəldi. Gəldi kim? Əli. Kim sonra cavab verdi mi? Adlıq halda. Və də bir də bilin ki, şəhər Bakı böyükdür. Böyükdür hara? Bakı. Bilin kim nə hara sonra cavab verdirsə, bu nə olacaq? Adlıq hal. Amma indi baxalım belə bir məsələdir. Gözüm bunları sileyim. Adlıq hal, uşaq hal. Ekləyə bilərsiniz. Onu bil. Yəni mən oradakı evdə Hə, yazırsın. o razı deyil, özün bilirsən. Hə, bilin ki, uşaq var. Məsələn, yazıram ki, dostları bizə gəldi. Burada mənsubiyyət şəkilçisi söz var. Hansıdır? Bizə. Bu mənsubiyyət. Onun dostları, deyə bilərdir. Başqa nə şəkilçisi qəbul edir bu söz? Cəm, ayəsə. Demək, axırıncı mənsubiyyətdir də. Məsəl üçün, yönlük hal şəkilçisi A-ədir. Axırıncı hal şəkilçisi görürsünüz burada. Nə var? Görürsən? Görmürsən axı? Görmürəm. Axırıncı hal şəkilçisi. Çünki fikir getmişdir. Fikir getmişdir, ona görə görmürsən. Demək, bu söz axırıncı mənsubiyyətə dayanırsa, hansı hal olacaq? Adlıq halda. Yəni, adlıq hal deyir ki, cəm, mənsubiyyət və xəbərli şəkilçisini qəbul edə bilir. Məsələn, deyirəm ki, bu kitabdır. Xəbər şəkilçisini qəbul edir nədir? Kitabdır. Hansı haldadır? Adlıq. Və salam. Bir də yazıram məsəl üçün. Yazıram məsəl üçün, yazıram. Deyirəm ki, o dostumdur. Adlıq halı şəkilçi söz var bu cümlədə. Dostumdur. Kim? O. Bu da adlıq halı. İndi biz isimdən danışırıq da. Əsas xəbərdən danışırıq.
Demək, mənsubiyyət ilgisi qəbul edib bu. Bəli. Hə, mənim olsundur. Həm xəbər mənsubiyyətlər həm də xəbərlik. Həm mənsubiyyət, həm xəbərlik. Demək, hansı hal oldu bu? Problema. Adlı hal. O, oraya. Bura, bu kim dəstə olsun. Yaxşı. Sonra, biləmir, buradasan. Özün buradasan. Sonra, daha sonra adlı halı digər hallar ki, daha yaxşı düşərsiniz. Testlərdə göstərəcəm. Yaxşı. Birinci sual və kimlə haradır? Heç bir şəkilçisi yoxdur. Amma cəm mənsubiyyət xəbəri qəbul edə bilər. Yaxşı. Bu belə. Sonra, gələcək birinci adlı hal cümlə özü kimi. Məsəl üçün, mübtədə olur. Deyirəm, məsəl üçün, qohumları gəldilər. Təsir yoxdur. Tələsmə. Yox. Mənsubiyyət var, onun qohumları ki, öz qohumları. Demək, adlı haldadır. Hansı cümlə özüdür? Mübtəda. Cümlə özü mübtəda olur. Və yaxud da ki, deyirəm ki, məsəl üçün, yazə bilərik. Onlar, məsəl üçün, onlar məsəl üçün, dostumdur. Onlar Dostumdur. Mənsubiyyət varmı? var. Xəbərin vəzifəsindədirmi? Demək, cümlə özü nədir? Adlı hal xəbər də ola bilir, mübtəda da ola bilir, aydındır. Daha sonra, təyin olur. Bilin ki, deyirəm, məsəl üçün, bax, bu cür sözlərdə uşaqlar. Deyirəm, daş bina uçdu. Gör o çəkir əslində. Hə? Daş bina uçdu. Bax uşaqlar, uçdu nə? Bina. Hansı bina? Daş bina. Adlı hal bilin ki, cümlə özü təyin də olur. Necə nədir? Suala cavab verir və təyin olur. Amma net hissəsi baxımından bu isimdir. Yəni adlı haldadır. Bilin ki, demək cümlə özü kimi mübtəda oldu, xəbər oldu, təyin oldu, xitab da olur. Deyirəm, məsəl üçün, uşaqlar dərsə qulaq alsın. Uşaqlar xitab. Ay sual, xitabdır və adlı hal hesab olunur. Deyəcək, məsəl üçün, hansı cümlədə adlı halı sözlər var, onda xitabı da götürməliyik. O da adlı haldır. Demək, adlı hal burada nə şəkilçisi qəbul edir? Cəm şəkilçisi. Mənsubiyyət yoxdur. Aydındır. Bu belə. Bir də bu cür vəziyyətlərdə ola bilər ki, bax, yadından çıxarmayın ki, məsələn, asfalt sözüdür, sonra daş sözüdür, yundur, nə də bilək, başqa, yazma çıxacaq bunlar, dəmirdir, poladdır. Bu sözlər hamısı qızıldır, gümüşdür, məsələn, qızıldır, gümüşdür. Bu sözlər taxtadır. Niyə var? Kərpic ola bilər. Kərpizdir. Bu sözlər cümlə hissəsi baxımından isimdir, isim. Amma məsəl üçün bu cür olacaq ki, taxta qapı, necə qapı, sifətin sualına cavab verəcək, amma yenə də isimdir. Bu da adlı haldadır, bu da adlı haldadır. Aydındır. Deyəmən, taxta qapı qırıldı. Belə bir cümlə yazsam. Deyir, cümlədə neçə adlı hallı söz var? 2 dənə. Taxta. Hə. Sonra, mənə bir adlı halda elə bir çətin bir şey qalmadı, rahatdır, hamısını deyir. Yaxşı, deyirəm, məsəl üçün, anam gəldi. Adlı halı söz var. Mənim var. Hansı keçib gəldi? Aydındır. Demək, adlı halı özünün yaxşı şəkilçisi yoxdur, amma cəm, mənsubiyyət və xəbərli şəkilçisini qəbul eləyə bilər. Aydındır. Bu belə. Sonra, Dardan çıxarmayın ki, yox. İndi yəri hal keçsən, yəri biraz qarşıdır. Mən yerkən axıratmaqda. Yox, arzulu deyək ki, adlı xana müqayisə edək də onları. Arzulluq və neyir? Yəri al bilin ki, uşaqlar, şəkilçisi n və n-dır. Kimin, bax sualları da. Ay sual, kimin, nəyin, haranındır. Haranın. Aydındır. Bilin ki, bunların sualları şəkilçisinə görədir. Bu şəkilçisə boşluq sualın arxasına da verək. Kimin, nəyin, haranın. Aydındır. Bu belə. Gəl, yalı necə tapıraq. Biz mənsubiyyəti izah edən demişdik ki, deyirəm, məsəl üçün, Mənsubiyyətdən əvvəl. görmürsə, kes bura. Kes bura olsun. Yox, görüm, mən burada qabağı kəsəm, görmürsən, kes bura olsun. Deyirəm, məsəl üçün,
uşağın dəftəri. Dəftər mənsubiyyət Aa, uşaqları yəni. Mənsubiyyət hansıdır burada? Dəftəri. Onun dəftəri. Demək dəftərin yiyəsi kimdir? Uşaq. Bu da oldu yiyəlik hal. Mən demişdim ki, yiyəlik halı harada görsəniz, onun, bunun, əlinin, bəlinin yan yörəsində mütləq mənsubiyyət şəkilçisi var. Deyəm, məsəl üçün, yazıram ki, kitabın təzə üzü. Mənsubiyyət şəkilçisi söz hansıdır burada? Üzü. Onun üzü. Və yiyəlik var. Kitabın. Aydındır. Yiyəlik hal varsa, Mənsubiyyət də var. mənsubiyyət 100% olacaq, amma bir vəziyyətdə ödəyəcəm. Amma mənsubiyyət şəkilsiz söz, yiyəlik halsız işlənə bilər. Məsələn, üzü bizdədir, yəni kitabın üzü, aydındır. Yəni, yiyəlik hal mənsubiyyətsiz işlənmir. Amma mənsubiyyət şəkilsiz söz, yiyəlik halsız işlənə bilir. Bir də ancaq bir vəziyyətdə, deyək, məsəl üçün, bu Hə, uşağın. uşağındır, kimindir? Uşağındır. Amma xəbərdir. Ay sağ ol. Yeri ya bir dənə cümlə özü kimi müstəqil şəkildə xəbər olur. Müstəqil, tək başına bir dənə xəbər olur. Amma qoşmanın hesabına deyirəm, məsəl üçün, Uşaq üçün. hə, sənin, uşaq üçün, yox, Yox, yeri. üçün. Sənin kimi, məsəl üçün, oxuyur. Necə nəcür oxuyur? Sənin kimi oxuyur. Qoşmanın hesabına zərflik də ola bilər, aydındır. Amma tək başına özü, öz müstəqil şəkildə nə olur? Xəbər olur. Demək, burada mənsubiyyət şəkildə, indi uşağımdır, mənsubiyyət bu yiyəlikdir. Yəni, Yiyəlik kimindir? Sualını verir də. həm də şəkilçi də olur. Hə, onun bir şəkilçi var. Və mənsubiyyət şəkilçiyə ehtiyac yoxdur. Bir dənə bu vəziyyətdə. Amma o birisilərdə mənsubiyyət şəkilçisi olmalıdır. Yiyəlik hal uşaqlar, bilin ki, belə deyək də, belə hansını deyirsiniz burada? Ekilə və öncəkilə. Hə. Hə, bura, hə. Belə? Yox, Hə. Mən o şey istəmirəm, geçsin. Orada şəkilçisi var. Heç vaxt bilərsiniz. Hə. Yox, elə yox. Hə, Orada öncəkilə. bildim. Hə. Gözüm o silin. Siz səs gələcək. Hə, o istəyirəm gözümdə qabağında olsun da. Siz səs gələcək mən. Nə? Siz səs gələcək. Amma mən onu saxlaya bilirsiniz. Yox, ehtiyac yoxdur. Hə, bu lazım. Demək, uşaqlar, yazıram məsəl üçün. Baxın, bax, əsas məsələ bunlardır. Kitabın üzü, qulaq asın. Bir də kitab üzü. Bax, bilin ki, uşaqlar, yiyəlik hal, iki yerə bölür. Bir, müəyyən yiyəlik hal. Qeyri-müəyyən. Bəli, bir də qeyri-müəyyən yiyəlik hal. Müəyyən yiyəlik hal. Fakt. Bu yiyəlik demək, şəkilçi varmı? Var. Kitabın üzü, nəyin üzü? Kitabın. Şəkilçi varsa, nə var? Şəkilçi varsa müəyyən olur, qeyri-müəyyən. Müəyyən. Amma şəkilçi yoxdur. Rahatlıqla ın qəbilləmə kitabın üzü. Deyək, bu nə olacaq? Qeyri-müəyyən. Aydındır. Və yox da yazıram ki, yazı bilərik. Dəftər üzü olur. Dəftər, yox, dəftər. Dəftər üzü. Burada yiyəlikdir, qeyri-müəyyən, yoxsa müəyyəndir? Qeyri-müəyyən. Qeyri-müəyyən. Amma rahatlıqla inqoya bilərmi dəftərin üzü? Yaddan çıxarmayın. Amma- Qeyri-müəyyən, hə. Bir də məsələn bəzən in qoysaq da məsələn cümlə tam üçün məsələn bir ayaqqabı şəhər- dükanı, Ayaqqabı yox, o Ayaqqabı. şəhər bölgə olanda olur, deyəcəm. ayaqqabı dükanı. Ayaqqabının dükanı, elə, Yiyəlik hə, olur, dükanı olur. çox mənalı Orada olur. mənası olur, amma onu deyəcəm təbii. Tələsmə. Baxın, qeyri-müəyyən olanda, araya söz artırma olmur. Amma müəyyən olanda, deyək məsələn, kitabın Kitab təzə və yaxud da ki, nə yaza bilərik? Yeni, təmiz. üzü təmiz. İstədiyim qədər söz artıra bilərəm. Yeri hansıdır burada? Kitabın. Onun üzü. Bu da oldu mənsubiyyət. Aydındır. Yəni bu olur 3-cü ölkənin sözləşməsi, bunu irəli işləyəcəyik. İndi testdə də göstərəcəm bir hamısını. Sonra gəlir bax bu cür, məsəl üçün. Deyir ki, Bakı şəhəri. Bakının şəhəri olur. Bunu müəyyən yiyəçala çevirə bilirəm. Yox. Demək testdə düşəcək ki, hansı qeyri-müəyyən yiyəçalı müəyyən yiyəçala çevirmək olmaz. Bakı şəhəri ilə Gəncə şəhəri yoxsa ayaqqabının dükanı olur? Yox. Demək nədir bunlar? Qeyri-müəyyən yiyəçaları. Amma daha buna adlı xal deməyin ha.
Bu yenə də ikinci sərfdə mənsubiyyət var deyə buna deyəcəyik yəli yal. Amma qeyri-müəyyən yəli çağırır. Yəni buna adlı xalq falan deməyin. Bu belə. İndi yazıram məsəl üçün. Deyil məsəl üçün. Şahın kitabı. Gəlir var burada. Mən söyləmsə kitabının üzü yəlik var burada. Həm yəlik var, həm məsubiyyət Demək, kitabı. bəli, bax, burada yəlik varsa, mənsubiyyət 100%-dir. Onun kitabı, mənsubiyyət. Kitabının nədir, yəlik oldu mu? Yəlik, yəliksə mənsubiyyət 100% var. Üzü də ürdən bir şey. Onun üzü mənsubiyyət. Üzünün, bir artıq, rəngi. Bəs burada mənsubiyyət, burada var mənsubiyyət. Ayrıca yəlik, rəngi mənsubiyyət. Demək, bir dənə yəlik burada, bir dənə yəlik burada. Bura səhv yazdım. Hə, bax, bir dənəsi burada. Demək, nə oldu bu? Mənsubiyyət, bu yəlik, bu mənsubiyyət. Bu mənsubiyyət, bu yəlik, bu da mənsubiyyət. Demək, bu cümlələr neçədən mənsubiyyət şəkilçili söz var? Neçədən yəlik alı söz var? 3. Ayrıdır. Yəni, bir sözdə həm hal, həm mənsubiyyət şəkilçisi ola bilər. Yəni, bir iki məsələn, hansı cümlədə həm yəlik hal, həm mənsubiyyət şəkilçili söz var. Bu cür götürəcək, aydındır. Demək, mənsubiyyət şəkilçisi adlı halda olurdu mu? Hə? Yəlik halda oldu mu? Oldu. Vəssalam. İndi o bir sənə. Hamısı. Yəni, mənsubiyyət şəkilçisi bütün hallarda ola bilir. Bu belə. Deyək, məsəl üçün, tülkü, bax, kitabda olan cümlədir, qayda kitabımızda. Toyuq balasını apardı. Var. Adlı xalı söz hansıdır burada? Tülkü. Tülkü, nə tülkü? Kim deyil? Nə tülkü? Nə yapardı? Toyuğun balası. Qeyri-müəyyəndir, müəyyəndir? Qeyri-müəyyən. Asıl. Balasında mənsubiyyət. Onun balası, mənsubiyyət, bunu da təsirli deyəcək. Yaxşı. Bu belə. Sonra gələcək yönlük hal. Yönlük halın da şəkilçisi şafa. A, ədir. Hərəkətin istiqamətini bilir. Ümumiyyətlə, bilin ki, ismin bütün hallarının adlı haldan başqa da, o halların hamısının şəkilçisi amonimdir. Yönlük halda amonimdir. Fiilin arzu şəklində məsəl üçün aydındır. Burada sualın qoyur da kimə, Nəyə, haraya? nəyə və haraya sualına cavab verir. Hə. Ya şəkilsi. A, ya, y pişiri üçün götürülür də, deyəcək. Yönlük halda uşaqlar hərəkətin istiqamətini bildirir. Aydındır. Deyim, məsəl üçün, evə gedirəm, dənizə gedirəm, kəndə gedirəm, hərəkətin istiqamət nöqtəsi. Və bəzən ola bilər ki, deyim, məsəl üçün, anaya. Tələffüzdə sözün kökü ha, yönlük hal yox. Tezdə deyəcək ki, yönlük hal fərqli tələffüz olunur. Yox, sözün kökü açıq sayı qapaya keçir. Öyle babaya, nə olur? Babaya. Aydındır. Bu belə. İndi bir dənə məsəl bu cür ola bilər ki, yazıram ki, dəliyə, tələffüzdə. Bunu iki cür düşünə bilərikmi? Dələyə. Ağac var dələyə, dələ mənasında. Bir də dəliyə. Dəliyə. Aydındır, buna biraz diqqətli ol. Sonra, gələcək burada nə deyirdim sizə? Hə, yönlük hal dedik, hərəkətin istiqamətini bildirir. Amma elə ola bilər ki, istiqamət bildirməz, yeni yönlük hal olsun. Deyim, məsəl üçün, 2-yə aldım. Yəni, 2 manata demək istəyir də. Yönlük hal varmı? Amma 2-yə aldım deyəndə, nəyəsə istiqamətlər bilir. Hemen orada Amma yeni yönlük aldı. Hə, aysa, yıl pişirir samiti. Hə, burada yıl pişirir samiti. Bilir. Yönlük alda cümlə özü kimi tamamlıq olur. Deyəm, məsəl üçün, nə deyəm, tamamlıq kimi nə? Deyəm, məsəl üçün, sənə sözüm var, kimə, sənə. Və ya da o qoşma... İsim üstə gələ şəkilçisi. Hə, həm isim olmasın, başqa nüqsəsi olsun. Məsələn, qoşmanı işlənə bilər, və yaxud da kimi yönlük halda ola bilər, təsirli halda ola bilər, yerli halda ola bilər.
çıxışlı xalda ola bilər. Mən bir də orada yazmışdı ki, Ha? bir də Tezə orada cümlə halların yazar. qabağında yazmışdı ki, leksik şəkli düzəldir. Belə də yazmışdı. Nədən? Orada qaynada yazmışdı. Nə deyirsən? M Haşimdə mənim var idi. Nə deyirsən? Söz düzəltmək. Mən burada yazırdı. Feildən Hə, amonimlər, onu deyirəm. Hə, amonimlər, amonim şəkilləri. Yaxşı, bu alsın. Fatma, nə neyinirsiniz? Qaranlaşa baxdırdı, bax, dərsi bu alsın, sonra. Bu alsın. Gönlü bir tamamlıq olur, zərflik olur, deyir, evə getdi, haraya, evə. Ha getdim. Zərflik olur, xəbər olur, deyir, sözüm sənədir. Kimə? Sənədir. Yolum evədir məsələn. Evədir. Yəni, gönlü ya, xəbər, tamamlıq, zərflik olur. Aydındır. Bu belə. Sonra, gələcək burada təsiri. Təsir biraz çətindir. Bəlkə saxlayaq. Yox, bu qalar. Növbət təsiri var. birinci Yaxşı, onda saxlayaq belə yeyək də. Testlərdən nə var? Gəlin bir şey test paylaşım burada göstərim sizə. Bu alsın. Sakit. Yerdə qalaq, gönlük hala kimi də təkrar edirsiniz, oxuyursunuz qaydına, baxacam yenə. Təsiri yeri çıxışı gəlməz keçərik. Mənim tapşırığım da izahını çəkəsiniz. Hə, çəkir də, o nəzməz olsa, budursun, deyil. Hə, bu az. Gəlin qabağa da biriniz, gəlin bura, ora nə yersiniz? Gəl bura. Oraya yaxşı deyil, oradan söhbət edəcək, gəl bura. Hə, bura, öz yerin. Gəl. Sən də, sən yox orada, gör. Gəl sən də qabağa, bura. Yox, orada yox, bura. Sonra, sonra. Mətin və ayrı dərsinizə. Mətin. Mənim musiqinin dilim vermişdiniz, yoxladım. Yoxlanıb bax. Bazı bölmədi. İndi qulaq asın. İsim. Yəni testi göstərmək istəyirəm ona görə. Bax, məsəl üçün, baxın. Aras çayında, Arazın sayı. bax, Aras sözü hansı haldadır? Qeyri-müəyyən gəlir, aydındır. Mən deyir ki, burada olur, müəyyən çevirə bilirəm. Demək, bu nədir? Qeyri-müəyyəndir, amma biz onu müəyyən çevirə bilmirik. Mənsubiyyət var axı. Yəni deyir, adlıq haldadır. Adlıq halda deyil, baxın, sən. Quruluşa sadəcə düzsün. Konkret isimdə də düzdür. Ha, Fəlsəfə istəyirəm dedim. bəyək, görün burada nə var. Bax, deyir ki, birinci şəxsin təkinin mənsubiyyətini qəbul edir. Birinci şəxsin təki nə idi? Məni qoysan əvvəlinə. Gör, hansına qoya bilirsən? Mənim tələbəyim olur. Mənim torpağım olur. Mənim torpağım olur. Mənim torpağım var, sağ ol. Beydə xəbərli şəkilsiz. Beydə xəbərli. Bax, o necə bilirsiniz? Deyirəm, məsəl üçün, baxın uşaqlar. Tələbəniz. Bilirəm. Sizin tələbəniz. Tələbəsiniz. Siz Siz Bunun hansına öz qoya bilərsən? öz öz tələbəniz, öz Demək tələbəniz. mənsubiyyətdir, amma öz tələbəsiniz olur. Bu artıq xəbərli şəkilçisidir. Yaxşı. Sonra. Şola, bilin ki, şəxs əvəzləri mənsubiyyət şəkilçisi qəbul edəməz. Bunu demişdik. Harda mənim, sənin görsən, daha bunu yəlik götürür. Şey yox. mənsubiyyət olur. Mənsubiyyət yox. İndi bura bax, deyir ki, sənin burada nədir? Nə şəkilçisidir? Haldır, gəlir, hal. Demək, hal şəkilçisi. Əkməkdən, əkin, sənin əkinin mənsubiyyət. Aydındır. Görün burada nə var? Sən qüdrətin sirrini bilirsən. Qüdrətin nədir? Hansı haldadır? Yəni Qüdrətin, ay sağ ol. İyi şəkilçisi. Mənsubiyyət var. Sirrini hə, görsün. Nə təsir kişisi? Yox, təsiri haldadır. Təsir edir, bilirsən nəyi? Kisəli yolları gəlməz. Sonra sevincinin səbəbi. Burada sevinç hansı haldadır? Yəni Mənsubiyyət var. var səbəbi. Səbəbi. Başqa gəlir hal söz var. Yox. Onun. Bildin. Hal şəkilçisi də mənsubiyyət deyil. Daha sonra. Yazıram məsəl üçün. Mənim 29-a 29.
Ekran gözünə baxın. Mənim əlim. Nə şəkilsizdir mənimdəki? Hal. İmdə məsuliyyət. Yaxşıdır. Başqa uşaqlar nəyin qaldı burada? Bax, qeyri-müəyyən hal isimlərdən birini müəyyən gəlişə çevirmək olmaz. Azadlığın prospekti var ya. Azadlığın prospekti olur. Amma sabinin üstü olur. Qalanın qapısı olur. Qalanın qapısı olur. Meyvənin şəhəri. Çevirə bildik ya, güclüyüz. Məsəl üçün, 42 heç bilməsin. Tap görüm hansını da müəyyən gəlişə çevirə bilər. Müəyyənisi. Bax, məsəl üçün, Füzulinin üslubu deyə bilər. Deyim. Gözlə. Hansı müəyyən çevirmək olar? Çevirmək olmaz. Deyir ki, yeri çevirmək olmur. Gənclik metrosu olur. Abi, bax. Gənclik metrosu olur. Gəncliyin, bunu müəyyən çevirə bilmirsən axı. Gəncliyin metrosu olur, yox. Olmur. Gəliş alışıq hansıdır buradan? Mənsubiyyət hansıdır? Bəyin. Bəyin, bəs mənsubiyyət? Onun olur, bəs o. Aydındır. Xəstəxananın buradakılar tapın. Həkim və tibb baz. Xəstəxananın yerlikdir. Aha. Həkim, onun öz həkimi. İndi bunu necə edirsən? Bunu bu tərəf tap. Bacılarımız. Sənə nə şəkil sarı var? Mənsubiyyət, bazlarını, Həkim və tibb şeydə. bacıların yəli, mənsubiyyətin yəli. Çünki onun siyasi mənsubiyyətdir. Bildiniz? İndi bura bir hansı şəkilsə ixtisar düşübdür. Bax, Həkim və ikinci sürücüyə baxmalıyıq. Həkimlərcə mənsubiyyət hal. Həkimlərin Siyasi, həkimlərinin siyasi demək istəyir də, həkimlərinin siyasi demək istəyir. Axı, burada şəkilsə ixtisara düşübdür. Onun üçün ikinciyə baxıb bərpa edirik. Məsəl üçün, bax, bu birisində. Yenə var idi bunlar. Baxın. Yaxşı, nəysə. Bildiniz, Mənim orada uşaqlarım da var idi. Ha? Aşağı düşəndə. Yox, gəzirdi, tutulmur. Mənim Yox, uşaqların doyunca... Hə, burada uşaqların hansı şəkilsin qəbul edir? Yerlik. Gəli deyirsin. Uşaqların doyunca... Mənsubiyyət, sənin uşaqların. Aydındır. Hər ında görmüyor da, bir diqqətli olun. Sonra, vəssalam. Bu belə, ev tapşırığı verim.